Salam əziz izləyicilər. Deməli, çoxsaylı hissələri nəzərə alaraq mən istədim ki, ikinci mərhələsində çəkim Qərbi Azərbaycan Qayıdış Olimpiadasının. Əvvəla onu nəzərə çatdırmaq istəyirəm ki, videolarıma baxış sayı çoxdur, lakin abunə, həmçinin like sayısı azdır. Hər biriniz bir nəfər kimi bir nəfər belə abunə olsun deməyin, mən olsam nə dəyişəcək? Həqiqətən mənə çox böyük motivasiya olur. Birdəki WhatsApp-da Rufo qrupu var. Orada paylaşıb ki, Qərbi Azərbaycan qrupu da yaradılıb. Olimpiyadasında dəstək qrupu var. Oradan girib həmin qrupa girib oradan Qərbi Azərbaycan haqqında müxtəlif məlumatlar əldə edə bilərsiniz o qrupdan. Bir üstəki mən o qrupda varam, Vəliyev Kənan nömrədə. Orada mənə şəxsdə də yaza bilərsiniz. Demək, əvvəla istədim ki, üstündəki məlumatlarla sizə tanış edeyim. İmtahan müddəti 75 dəqiqədir. Hər səhv cavab özlərinin 4/1-ni aparır. Birinci 10 suala 3 bal, 11, 24 bal, 20, 35 baldır. Bu ikinci mərhələyə aiddir. Birinci mərhələdə deyəsən hər biri eyni bal idi. O bir sırada aydın məsələ. Keçək suallara. Deməli, aydın görünür də belə. Qərbi Azərbaycan vedirənində donulub, Çaldıran döyüşü, Xudafərin körpüsü, Namus, Təbriz namusu, Qarlı Aşırım, Qoca Qartanın ölməsi ilə müəllifi Fərman Kərimzadədir. Qərbi Azərbaycanda ilk dəmir yolu xətti və çəkili deyil, Uluxanlı Gümrü İrəvan 1908-ci ildə çəkilmişdir. Mirzə Qədim İrəvani rəssam idi. Peşəkar teatr cəmiyyəti 1882-ci ildə yaranmışdır. Holofit bitki örtüyü orta ara çökəkliyinin düzənlik hissələrində yayılmışdır. Qərbi Azərbaycan hidronim, yəni su mənbələri, Zəngi çayı, Zəngi çayından suvarma məqsədi geniş istifadə olunur. Göyçə gölü aydın məsələdir. Ayğı gölü və Arpaçayda Qərbi Azərbaycanda yerləşir. Yedini ədəbiyyat oxuyanlar bilər. Güləndam, Bəyistan düşdü, Aşıq Ələsgəri, qadın gözəlliklərinə həsr olunmuş şeirləri, nümunə ilə bağlı yanlış fikir, hani mən gördüyüm qürub sadlar, namərdlər görsə tez bağrı çatlar, mələşmir sürlər, kişnəmir atlar, niyə pərişandır halların, dağlar. Dərin kədərli, bəli, ikincidə gəlintədə vardı. Qoşmanın sonuncu bəndi səhvdir. Möhürbətdə əgər olsaydı möhürbət. Şair öz təxəllüsünü işlədərdi. Lirik növləri Aşıq Ələsgəri bəldi ifadə vasitəsindən aydınməsi istifadə edilir. Aşıq Ələsgərin yaylaq şeiri rədifli qoşmadır və səfaliyə seyrəngahlar tərənnüm olunur. Aşıq Ələsgərin çıxıbdır əsəri hansı motiv təşkil edir? İctimai motiv. Sərdar sarayına hansı xan güzgülü salon əlavə edib? Məhəmməd xandır, doğru cavab. Qərbi Azərbaycan İrəvan quberniyasının ərazisinə daxil idi. Burada cavab 3-4-5-dir. Mən bunu 2 sənə səhv yazmışdım. Şərru Dərləyaz, Zəngəzur, Yeni Bəyazitdir. 1555-ci ildə Səfəvi Osmanlı arasında bağlanmış Amasya sözü qanununa görə İrəvan daxil olmuş xüsusilə belə bir Azərbaycan sərhədlərinin tərkibinə qaldı. Plus ərəb irəli keçdi Osmanlılara, qərbi cüzdən keçdi Osmanlılara. Aşağıdakılara faydalı qazıntı ilə uyğunu müəyyən edin. Cavab Divariyada Bispoldən Qazanan ağaraq dəstəcikdə yayılmışdı. Qızıl zotdadır A variantında, ona görə səhvdir. Niyə belə bulanıq düşdü? Dəmir axta illərdədir. Plus alüminium dəstəcikdə deyil. Bəli, bunlar. Qərbi Azərbaycan iqlimə təsir edir. İran və Kiçik Asiya yüksək dağlıq ərazisinin yaxınlığı D variantı. Qərbi Azərbaycan hansı toponimlə türk sözləri əmələ gəlmişdir? Ağoran bilək, balıqlı, Y variantı. Dəyərli mahallar, rayonlar, Paşalı Keşkəndir. Yazın bir ayda çox yaxşı sağan kəsilmək çeşməndən gözəl yığnağın, axtarma motarın yağın qaymağın, zəmbur çiçəyindən balalı dağlar. Bənd haqqında söyləmişlər hansı doğrudur? Müəllif Aşıq Ələsgəri düzdür. Möhürbət olsaydı şair adını işlədərdi. Bəd, təzad, namərd, mərd. Ustadnamə deyil, ustadnamədə olmaz şeir ustadnamədə. Əxlaq tərbiyə düzdür. 1-3-5. Dağlar, Aşıq Ələsgərin Dağlar şeirində ikinci şeir. Lirik qəhrəman ovqatına uyğun sözü düzdür. Çünki kədar ovqatı idi. Nikbun ovqatı səhvdir. Bahar fəslində dağların aldığı məzər düzdür. 1-3 düzdür. 1-3 olan variant A-dır, bir də C-dir. Aşıq Ələsgərin şeirdə uşaqlıq ilə yadasa səhvdir ya da saldığı deyə bir şey yoxdur. Keçək digərlərinə. Qərbi Azərbaycanın Ermənistan xəritəsinə aid rayonları. Siz xüsusi Aşıq Ələsgər aşkarlayıb diqqət edin. Bir də ki, bu rayonlarımızın, mahallarımızın yerinə deməli bunu uyğunluğumuzu müəyyən eləyək. Deməli Zəngəzur 4-cü 2 aiddir. O gedir, yəni ikinci olmalıdır. Daha sonra
baxırıq. Dərələyaz hansı ola bilər? Dərələyaz. Dərələyaz çox güman ki 1-dir. Dərələyaz mahalı. Dərələyaz daha sonra Göyçə. Əslində bir Göyçəyə də uyğun gəlir. 3-ə 1 olan var. C-yə baxaq. 3, 4. Birinci Dərələyaz 3, 4. Deməli, Zəngibasar 1, Göyçə 2, 5, 40. Bunlar cavab C variantıdır. Hansı belə erməni adlarımızı dəyişdirən rayonlar? Dərələyaz Voytspor olub, Zəngəzur Sünik olub, Göyçə də Cəğarinik olub. Cavab A variantı. İrəvan xanlığı tuhansı torpaq mülkiyyət formu mövzusu idi. Dövlət mülk, tiyul, vəqf, icma. Şeydir. İqta bildik ki, səhərlərdə artıq yoxa çıxdı. Uç torpaqlar Səlcuqlarda idi. Plus C-də nə var? Uç torpaqlar yenə həmin şey var. D-də də Bayrat zad var. Bayrat da Monqollardır. Günəş saatlarının illik miqdarı 2800 saatdır. Ən böyük Artistan hövzəsi 29 milyard statistikdir. Orta dalğa ərazisi illik yağıntı miqdarı da orta dalğa ərazisi 600-800-dür. C, A, B. Hansıdır? B variantı. Lori Pəmbəkdə, mən bu sual keçən səhv yazmışam. Quru çöl və meşələrin şalları üstünü təşkil edir. Tavuş mülayimliklə malikdir. Zəngəzurda əlvan metal yataqları zəncir. Cavab Y variantı. 26. Qərbi Azərbaycan çaylarında gəmçilik şəraiti var, yoxdur. Qərbi Azərbaycan potensial su enerji məqsədi 21 düzdür. Qərbi Azərbaycan subtropik yerləşmir, səhvdir. Kiçik Qafqazın mərkəzində vulkanik yayla mövcuddur, düzdür. Kiçik Qafqazın mərkəzi isə düzdür. 2, 4. Qərbi Azərbaycan 13% yarpaqlı meşələr düzdür. 3, 4, 5. Cavab Y variantı. Qərbi Zəngəzurə bağlı uyğunluq. Burada Qərbi Zəngəzurə aid olan şeylər soruşur. Kəndlərimizi. Bunu da öyrənmək biraz çətin məsələdir. Amma çıxdaşla tapmaq olar. A variantı cavab. Özünüz də baxarsınız. Gördüyüm rədəfli qoşmasında yurdun gözəlliyi aşkara şəraitdə. 19-cu əsrdə doğulub hər ikisi. Uşaqların Baharı adlı şeir dövrü kitab idi. Seyid Əzim Şirvani getdi. Lirik Həsən Başçıyan məhəbbət dövründə yazılmış qəzəllər tutur. Seyid Əzim Şirvani. Zəngin poetik hisssi var. Bu da ki aiddir Aşıq Ələsgərə. Çünki poetik deyəndə yəni lirik növ, yəni əsas zəngin deyəndə o nəzərdə tutulur. Görmədim. Deməli, görmədiyim Vaqifdə realizm, erkən realizm ən mükəmməl nümunəsi bir müxəmməsdir. A, D gedir. Görmədim Aşıq Ələsgərə zülm və bir dəqiqə. Müxəmməsdir. A, D getdi. Bir A, D olanlar hansıdır? B, Y. İctimai ədalətli tənqid ictimai motivlidir. Bu görmədim Aşıq Ələsgərədir. Bir də zülm və özbaşınalığına kəskin tənqid bildirir. B. Vaqifin görmədimdə isə hər bir təbəqəni bir-bir sıralayır pislikləri. Aşqalar 20-ci əsrdə vəfat etmişdir. Aiddir hər ikisinə. Bənzər qoşması aşqaliyyətdir. Türk göl, Qut şeiri heç birinə aid deyil. Bu səfər məsələn aid idi, Zakirə aid idi. Aşığın sevgilini çəkdiyi əzab-əziyyətlə qoşmanın əsas bu da ki, Aşıq Ələsgərə aiddir. Deməli dostlar, nə sualınız olsa mənə yaza bilərsiniz, cavablandıracağam. Videoya like atıb kanala abunə olmağı yaddan çıxartmayın. Sağ olun.